Nasbəri xanımdan başlayırıq. Bugünkü mövzumuz iqtisadi coğrafi rayonlar olacaq. Nasbəri xanım, buyurun. Mənə deyin görək, Azərbaycanda iqtisadi coğrafi rayonlaşma aparılarkən hansı amillər nəzərə alınır? Təbii şərait, təsərrüfatın ixtisaslaşma sahəsi, əhali məskunlaşması və s. Respublikamızda neçə iqtisadi coğrafi rayon ayrılır? 14. Zəhmət olmasa, hansılarda onlar qeyd eləyək? Böyük Qafqaza aid olanlar, deməli, Quba Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Abşeron Xızı, Bakı. Kiçik Qafqaza aid olanlar, deməli, Qarabağ, Şərqi Zəngəzur, Gəncə Daşkəsən, Qazax Tovuz, daha sonra Naxçıvan, Lənkəran Astara, yəni digərləri. Milmuğan, Şirvan Salyan, Mərkəzara. Milmuğan, Şirvan Salyan, Mərkəzara. Respublikamızda hansı iqtisadi coğrafi rayonlar bir iqtisadi coğrafi rayonla həmsərhəddir? Lənkəran Astara və Qazax Tovuz. Yəni, müvafiq olaraq hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Lənkəran Astara Şirvan Salyanla, Qazax Tovuz isə Gəncə Daşkəsən. Hansı iqtisadi coğrafi rayonlarımızın tərkibində respublika tabeli şəhərlər yoxdur? Milmuğanda yoxdur, Dağlıq Şirvanda yoxdur, daha sonra elə bulardır. Quba Xaçmazda var. Quba Xaçmazda da yoxdur. Və düzdür. Şərqi Zəngəzurda var. Xeyr. Yaxşı. Mənə zəhmət olmasa Bakı iqtisadi coğrafi rayonuna başlamamışdan qabaq mənə birinci deyin görək, Bakı iqtisadi coğrafi rayonu hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Bakı Abşeron Xızı ilə, daha sonra Şirvan Salyanla, bir də Dağlıq Şirvanla. Aha, Bakı iqtisadi coğrafi rayonu bilirsiniz, yüksək inkişaf etmiş rayondur da, ölkəmizin ən yüksək inkişaf etmiş, təmərküzləşmiş iqtisadi coğrafi rayonudur, düzdür. Bakı iqtisadi coğrafi rayonunda hansı aqlomerasiya formalaşıb? Bakı aqlomerasiyası. Mənə deyin ki, aqlomerasiya nə idi? Aqlomerasiya iri şəhərlərin birləşməsi. Aqlomerasiyanın mərkəzində yerləşən və kənarında yerləşən şəhərlər necə adlanırdı? Mərkəzində nüvə şəhər, kənarlarında peyk şəhərlər. Aha, Bakı iqtisadi coğrafi rayonu əhalisinin sayına görə neçəncidir, ərazisinə görə neçəncidir? Əhalisinə görə birinci, ərazisinə görə isə sonuncudur. Rayonun enerjiyə olan tələbatı nələrin hesabına ödənilir? İstilik elektrik stansiyaları, burada DRES var idi, Şimal DRES, bir də ki, Mingəçevir su elektrik stansiyası. Tamamilə doğrudur. Rayonda hansı sənaye parkları fəaliyyət göstərir? Pirallahı, bir də Qaradağ. Kənd təsərrüfatından şəhər ətrafı qəsəbələrdə nə yetişdirilir və yaxud da ki, hansı heyvandarlıq sahələri mövcuddur? Heyvandarlıq burada südlü qətlik heyvandarlığı idi. Deməli, bitkiçiyi də burada biyan, zəfəran, gülçülük var idi əsasən. Aha. Bir də püstə badam, cənub meyvəçiliyi. Bəli. Yaxşı, indi isə xüsusi qeydlərimizə baxaq. Əhalisinə görə birinci, sahəsinə görə axırıncıdır dedin. Abşeron Xızı, Şirvan Salyan iqtisadi coğrafi rayonları ilə həmsərhəddi dedin. Tərkibinə neçə rayon? 12 rayon daxildir. Bakı şəhəri inzibati rayon mərkəzdir. Xeyr. Bakı iqtisadi coğrafi rayonunda hansı terminal var? Səngəçal terminalı. Bakı iqtisadi coğrafi rayonunda hansı AIS fəaliyyət göstərir? Ələt AIS. Ay, sağ olun. Bunlar barədə demək olar ki, sənayesinin simasını nələr təmsil eləyir? Əsasən neft kimya, neftlə bağlı olanlar, neft maşın qayırması. Aha. Kimya, metallurgiya, maşın qayırma, neft qaz emalı, neft kimya və s. Təşəkkür edirəm. Günay xanıma keçək. Günay xanım, Abşeron iqtisadi coğrafi rayonu nəyə görə belə yüksək səviyyədə inkişaf edib sizcə? Bakıya yaxın olduğu üçün. Daha sonra əsas amillərdən biri budur. Duz çörəyə Bakıya gedirlər. Sonra? Sonra bütün nəqliyyat magistral yollarının üzərində yerləşdiyi üçün. Bütün deyəndə Bakı Astara, Ələt Astara buradan keçmir axı. Keçmir, bəli.
nəqliyyat yollarının üzərində yerləşməsi, sonra ən əsası Xəzər dənizinə çıxışın olması. İqtisadi coğrafi rayonun faydalı qazıntılarından hansılarının adlarını çəkmək olar? Tikinti materiallarıdır, sonra başqa nefti var. Bəli, Neft. bəli, bəli. Kvars qumları var, tikinti materialları Bəli. var, əhəng daşı var. Yaxşı, siz mənə deyin görək, Abşeron Xızı İqtisadi Coğrafi rayonu hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Yoldaşlar da baxdım, bax, buyurun. Aha. Quba Xaçmaz, Dağlıq Şirvan, Bakı və Şirvan Salyan. Bəli, Quba Xaçmaz, Dağlıq Şirvan, Bakı və Şirvan Salyan iqtisadi coğrafi rayonları ilə həmsərhəddir. Yaxşı, mənə deyin görək, iqtisadi coğrafi rayonda hansı şəhərlər, neçə şəhər, neçə rayon var? Respublika tabiri soruşmuram ha. 2 şəhər, Sumqayıt və Xırdalan, Abşeron və Xızı inzibati rayonları. Hə, indi Xızır şəhəri də var da. 3 şəhər, 2 inzibati rayon. Sumqayıt, Xırdalan şəhərləri, Abşeron, Xızı inzibati rayonları, bir də Xızı şəhəri. Eləmi? Yadda qalsın, yaxşı. Yaxşı, rayonda hansı şəhərlər dedi, bir də əsas hansı qəsəbədir ki, sürətlə inkişaf eləyir? Qəsəbəni unutdum mən. Masazır qəsəbəsi, Masazır. Masazırda hansı zavod var idi? Masazırda. Duz emalı zavodu. Yaxşı, Bakı İqtisadi Coğrafi rayonundan yadımdan çıxdı. Bakı İqtisadi Coğrafi rayonunda hansı sement zavodudur ki, Cənubi Qafqazın ən böyük sement istehsalçısıdır? İsveçrə və Azərbaycanın birgə əməkdaşlığı burada özünü büruzə verir. Qaradağ. Yox. Kim deyər, buyursun, açsın mikrofonu desin. Holcim. Holcim sement zavodu, Holcim. Yaxşı? Holcim. Yaxşı. Sumqayıtda hansı sənaye parkı var? Sumqayıtda Sumqayıt Kimya Sənaye Parkı. Yaxşı. Bu Sumqayıt Kimya Sənaye Parkında qeyd olunur ki, 30 minə yaxın müəssisə cəmlənibdir. 30 minə yaxın müəssisə. İstehsal olunan məhsullarda xarici ölkələrə, məsələn, Türkiyəyə, Rusiyaya, Almaniyaya, nə bilim, Ukraynaya, Braziliyaya və s. ithal olunur. Abşeron Xızı İqtisadi Coğrafi rayonunda ətrafında qeyd edəcək ki, südliyətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, quru subtropik meyvəçilik səciyyəvi olacaq. Yaxşı. Daha sonra Abşeron Xızı İqtisadi Coğrafi rayonu sahəsinə görə 13-cü, əhasinə görə 8-cidir. Qeyd etdik ki, tərkibinə Sumqayıt, Xırdalan, Xızı şəhərləri, burada 2 şəhər, bir şəhərin adı yadımdan çıxıb, onu PDF-də düzəliş eləyəcəm. Abşeron Xızı inzibati rayonları daxildir. Onda belə çıxdı ki, şəhərlərin sayı inzibati rayonların sayından çoxdur. Çox. Qeyd etdik ki, Bakı, Şirvan Salyan, Dağlıq Şirvan, Quba Xaçmaz İqtisadi Coğrafi rayonları ilə həmsərhəddir. Qeyd etdik ki, Xəzər dənizinə çıxışı var. Bütün dəmir, avtomobil yolu, boru kəmərləri buradan keçir, Ələtaslar avtomobil yolu istisna olmaqla. Həm də oradan keçən dəmir yolu istisna olmaqla. Astarıya gedən dəmir yolu, Lənkərana, Astarıya gedən. Ərazidə yay otlağı olacaq, qış otlağı. Hər ikisindən. Hansı əraziyə görə yay otlağını qeyd eləyəcəksiniz, Günay xanım? Yay otlağını Xızı. Ay, sağ olun. Qış otlaqda düzən ərazilər. Ümumiyyətlə, ölkəmizdə getdikcə qeyd olunur ki, qış otlaqlarının sahəsi azalır. Niyə? Çünki havanın istiləşməyinə görə deməm. Xeyr, hava istiləşəndə içinə qış otlağı içdə ərazilərdə olur da. Qış otlaqlarının sahəsinin azalmasının səbəbi xanımlar kimdir? 2 səbəb. Çünki əsasən əkinçilikdə istifadə olunur. Bir də həddən artıq otarılma. Aha, Abşeron Xızı İqtisadi Coğrafi rayonunda Günay xanım, hansı ərazidə istilik elektrik mərkəzi var? Sumqayıtda mən. Həm enerji, həm su buxarı. Ay, sağ ol. Qeyd etdin ki, Bakı İqtisadi Coğrafi rayonu ilə qonşuluq mövqeyi inkişafının əlverişli şərait yaradır. Şəhər əhasinə görə neçəncidir? 2-ci.
Alüminium sənayesinin neçənci mərhələsi buradadır? 2-ci mərhələsi. Birinci Saf mərhələsi alüminium. harda idi? Gəncədə. Oradan Şey, alınırdı, torpaq. buradan alınır. Orada alüminium oksidi alınırdı. Burada isə saf alüminium alınırdı Ay, sularda. sağ olun. Təşəkkür eləyirəm, təşəkkür eləyirəm. Aynur müəllimə. Bəli. Ay Aynur müəllimə. Quba Xaçmaz İqtisadi Coğrafi rayonu xəritəyə gəlirəm ki, yoldaşlar da baxsın. Quba Xaçmaz İqtisadi Coğrafi rayonu hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Quba Xaçmaz İqtisadi rayonu Şəki-Zaqatala ilə, Dağlıq Şirvanla və Abşeron-Xoz İqtisadi rayonları ilə sərhəddir. Bəli, Quba Xaçmaz İqtisadi Coğrafi rayonu Şəki-Zaqatala ilə, Dağlıq Şirvanla, Abşeron-Xoz İqtisadi Coğrafi rayonları ilə həmsərhəddir. Hansı iqtisadi inzibati rayonları Rusiya ilə sərhəddədir? Xaçmaz və Qusar. Hansılarının Xəzər dənizinə çıxışı var? Xaçmazın Şabran, Siyəzən. Onda belə Xəzər çıxdı ki, dənizi. Xaçmazın həm Rusiyaya çıxışı var, həm də Xəzər dənizinə. Hə, yaxşı. Xaçmazda hansı quşçuluq zavodu var idi? Çarxı. Ay, sağ olun. Qubada kiçik etnoslardan hansılar var idi? Xınalıq var, Bir də? Buduklar. Ay, sağ. Qubanın hansı qəsəbəsində dağ yəhudiləri yaşayırdı? Qubanın. Kim deyər? Unuttum. Qırmızı qəsəbədir. Qırmızı qəsəbə. Yaxşı. Quba Xaçmaz İqtisadi Coğrafi rayonunun tərkibində neçə rayon var, neçə şəhər var? Burada Respublika tabeli şəhər yoxdur. 1. 5 dənə rayon var. Aha. 6 dənə də şəhər. Quba, Qusar, Gəzən, Xaçmaz, Şabran, bir də Şabran. Xaçmazda Xudat. Xudat, bəli. Xudat inzibati rayon mərkəzidir, Aynur müəllimə. Hə? Xudat, xeyr, müəllim. Xudat inzibati rayon mərkəzi deyil. Tamamilə doğrudur. Deyin görək, Quba Xaçmaz İqtisadi Coğrafi rayonunda Almaniya federal hökumətinin təşəbbüsü ilə yaradılan milli park hansıdır? Orada Şahdağ Milli Parkı var. O heç ora düşür. Almaniya federal hökumətinin təşəbbüsü ilə yaradılan milli park hansı idi? Hansı milli park idi? Samur Yalama milli parkı. Yaxşı, yadda saxlayın. Samur Yalama milli parkı Almaniya federal hökumətinin təşəbbüsü ilə Qafqaz proqramı çərçivəsində yaradılıbdır. Aydın oldu. Yaxşı, mənə deyin görək, Quba Xaçmaz İqtisadi Coğrafi rayonunda hansı iqlim tiplərinə rast gələ bilərik? Yarım səhra və quru çöl iqlimi, yəni yayı, qışı mülayim keçən yarım səhra quru çöl iqlimi var. Yağıntıları bərabər paylanan mülayim isti iqlim var. Qışı quraq keçən soyuq, bir də dağ tundra. Quba Xaçmaz İqtisadi Coğrafi rayonunda hansı mineral bulaqlara rast gələ bilərik? Xaltan, xaşı, cimi, Bir də qalaltı. laltı, bəli. Şabanlar. İqtisadi Coğrafi rayon enerjiyə olan tələbatını necə ödəyir? Qubada bir də Xaçmazda modul tipli ES-lər var idi. Quba və Xaçmazda model tipli ES-lər var. Sonra bir də Mingəçevirdən alınan deməli ES, oradan yəni enerji alınır. kənardan alınan enerji hesabına tamamilə doğrudur. Bu cümləyə xüsusi diqqət eləmək lazımdır. Yaxşı? Bəli. Yaxşı. Mənə deyin görək, Quba Xaçmaz İqtisadi Coğrafi rayonunda hansı faydalı qazıntılar var? Neft var. Hansı rayonun ərazisində har tərəfdədir neft? Neft ehtiyatları var. Harda? Neft hardadır? Xaçmazda, Siyəzəndə. Neft Siyəzəndə. Sonra?
Sonra hansı Sonra yataqlar var? Qubada Yanarşist var. Şamaxı İsmail, Qobustan İsmaillidə deyil yanarşist. Qubada da var idi müəllim. Əsas yanarşist Qobustan İsmailli gedir. Okey. Sağlıq Şirvanlıda da var idi. Qubada bir də nə var? Tikinti materialları var idi müəllim burada. Kim deyir? Qubada nə var başqa? Mərmər yatağı. Qubada mərmər yatağı var. Sonra Quba Xaçmaz İqtisadi Coğrafi rayonunun ərazisində qara torpaqlar var. Hansı ərazidədir? Yəqin ki, yağıntıları bərabər paylanan Yox, hansı rayonun ərazisinə düşür? Daha çox. Kartof da əkilir həmin ərazidə. Ufara. Ay, sağ ol. Bax, xüsusilə burada Xaçmazda, Qubada modul tipli yeslərin olmasına diqqət edin. Yaxşı. Hansı inzibati rayonlarında xalça toxuma? Deməli, Xaçmazda idi, Qubada, Qusarda. Aha. Rayon ərazisində S yoxsa L turizmi? Hər ikisi də ola bilər. S ha tərəfində, L ha tərəfində. Xaçmazda, Şabranda və Siyəzəndə SS olar. Qubada, Qusarda da LL. Aha. Yəni dağlıq ərazilərində L, Xəzər dəniz sahillərində S turizmi. Ərazidən hansı boru kəməri keçir? Bakı, Novorossiysk. Novorossiysk limanı Rusiyanın hansı dənizdə olan limanıdır? Yoldaşlar görmürlər ha, dəyərli izləyicilərimiz. Onlar mənim lövhəyə yazdıqlarımın heç birini görmürlər. Yəni ekranı paylaşmamışam. Aha. Qara dənizdə olan limanıdır. Ərazidən hansı dəmir yolu xətti keçir? Bakı, Dərbənd. Bakı, Dərbənd dəmir yolu xətti keçir. Bunu qeyd etdik ki, Xaçmaz Qubada təbii qazla işləyən İES. Hansı istirahət zonası var? Məşhur. Nabran yanı. Ərazidə meyvəçiliyin hansı növü? Tulu meyvəçilik. Bəs tərəvəzçiliyin hansı növü? Gec yetişən tərəvəzçilik. Aha. Dedik ki, Siyəzəndə və Xaçmazda quşçuluq var. Mineral bulaqları dedik. Zəfər yolu buradadır. Xeyr. Bəs Zəfər zirvəsi? Bəli. Tamamilə doğrudur. Təşəkkür edirəm. Təşəkkür. Yaxşı. Keçək Aygün xanıma. Aygün xanım. Bəli, müəllim. Şəki-Zaqatala İqtisadi Coğrafi rayonundan sizlə danışaq. Şəki-Zaqatala İqtisadi Coğrafi rayonu sahəsinə görə neçəncidir? Yalnız Qarabağdan geri qalır. Birinci cümlə. Yaxşı. Bir dənə Qarabağdan geri qalır bacım. PDF-də də qeyd eləmişəm. Qarabağdan geri qalır. Şəki-Zaqatala İqtisadi Coğrafi rayonunun tərkibinə daxil olan rayonlar. İnzibati rayonlar. Buyur. Səsi bağlayıbsan yenə. Buyurun. Aygün xanım. Səsim eşidilir. Müəllim, Necə? eşidirsiniz mənə? Səsim mənim açıqdır. Hə. Dedim ki, hansı inzibati rayonlar daxildir? Şəki, Balakən, Zaqatala, Yenə səssiz getdi. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ. Bunlar oldu nələr? İnzibati rayonlar. Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Şəki. Hansı şəhərlər eyni adlı? Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ. Hamısı şəhərdir. Xüsusilə buradan vurğulayacaq Şəki
Respublika tabeli şəhəri. Gördüm, səsin gəlmir, mən izahat verməyə çalışdım. Polimetal yataqları hansılardır burada? İnternet problemi var. Yaxşı, Gülnar müəllimə, davam eləyək sizlə. Aha, Polimetal yataqları deyim. Polimetal yataqları de, hansılardır? buyur. Katetçay, Kasta, Mazımçay, birdən Filizçay. Aha, Polimetal yataqlarıdır. aha. Yaxşı, mənə deyin görək, əhalisinin çox hissəsi hansı ərazidə formalaşıbdır? Yaşayır da. Əhalisinin çox hissəsi yəqin ki, dağlıq ərazidə olmaz da biraz. Qanı Xəyirsay Dağətəyi deyəkmi? ərazilərdir. Qanı Xəyirsay deyəkmi? Bəli. Aha. Qanı Təbriz-Zaqatala Xəyirsay. İqtisadi Coğrafi rayonunda hansı iqlim tipləri var? Bütün iqtisadi coğrafi rayonlarımızda yarım səhra var da, buyur. Bəli. Yarım səhra var. Sonra Qışı mülayim keçən yarım səhra özdə. Qışı mülayim keçən yarım səhra. Sonra bərabər yağıntılı mülayim isti iqlimdə var orada. ardıcıl getdi aşağıdan. Hə. Qışı mülayim keçən yarım səhra quru çöl iqlimdir. Sonra dağ çölü. Qışı mülayim Dağ keçən çölü. yarım səhra quru çöl. Qışı quraq keçən mülayim isti iqlim. Yayı quraq keçən mülayim isti iqlim. Tələsmə, səhv dedin, səhv dediniz. Qışı mülayim keçən yarım Hə. səhra quru çöl iqlimi. Qışı quraq keçən mülayim isti iqlim. Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağ tundra iqlimi. Aydın oldu. Rayonun enerji olan tələbatı nəyin hesabına ödənilir? Şəkidə molda tipli elektrik stansiyası var. Bir də Bir də Balakəndə də var idi. onlar kiçikdir. Molda Mingəçevirdən alınan Kiçik. enerji hesabına. Mingəçevirdən. Rayonda hansı meyvəçilik var? Qərzəxli meyvəçilik daha çoxdur burada. Rayonda bəli, Qoz, qərzəxli fındıq, meyvəçilik. qabalı, Aha, qoz, bir fındıq, də qabalı. kənd təsərrüfatının hansı sahələri var burada? Kənd təsərrüfatının burada məsələn meyvəçilik var, taxılçılıq var. Sonra Zaqatalada hansı zavod var idi? Zaqatalada fındıq təmizləmə zavodu var Zaqatalada. Aha, Bir də Qızılgül yağları. Zaqatalada Qızılgül yağ, bəli, Qızılgül. Deməli Zaqatalada qızılgül yağları var idi. Bir də fındıq təmizləmə. Düzdür? Hə. Sonra burada bax, bilirik ki, Lənkəran Astara İqtisadi Coğrafi rayonundan sonra Respublikamızın ikinci subtropik bölgəsidir. Aydın oldu? Hə. Yaxşı, bunu da qoyduq bir tərəfə. Qəbələdə konserv kombinatı var. Daha sonra Alabaşı Şəkidə yetişdiriliyor. ipək kombinatı var. Aydın Bəli. oldu? Yəni Daha sonra Zaqatalada məsələn tütün sortlarından Samsung, İTYarpak, Trabzon tütün sortları var Zaqatalada. ərazidən hansı avtomobil və dəmir yolu keçir sərhəd boyu qıraqdan? Qıraqdan Yevlax-Balakən xətti çəkilibdir. Bakı-Tiflis xəttinin Yevlax-Balakən xətti Qovşağından çəkilibdir. Yevlax-Balakən xətti çəkilibdir. Yevlax-Qovşağından Yevlax-Balakən xətti. Yaxşı. Tərkibinə hansı inzibati rayonlar daxil oldu? Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Şəki. Aha, bir də Şəki Respublika tabeli şəhəri, digərləri də. Tabeli şəhəri. İndi mənə de görüm Şəki inzibati rayon mərkəzi hesab olunur. Şəki Respublika daxili olunur da mənim şəhərdir. Çünki Respublika Şəki inzibati tabeli. rayonu da var. Şəki inzibati rayonunun Bəli. inzibati rayon mərkəzi Şəki şəhəridir. Hansı 3 inzibati rayonu həm Rusiya, həm Gürcüstanla həmsərhəddir? Zaqatala, Qax, bir də Balakən. Balakən, Aha. Zaqatala, Qax. Həm Rusiya, həm Gürcüstanla. Şəkidir, Oğuzdur, Qəbələdir ancaq. Rusiya ilə sərhəddir. Milli tərkibi necə? Rəngarəngdir ya yekdi. Rəngarəngdir, Burada Yox, o rəngarəngdir. avarlardır, udinlərdir, düzdür? Bunlar hansı Bəli. dil ailəsinə aiddirlər? Hansı dil qrupuna? Hansı dil ailəsi, hansı dil qrupu? Avarlar, udinlər
Qafqaz dili ailəsi. Naxdağıstan dili qrupu, bəli. Qafqastan, bəli. Yaxşı. Əlvan metallurgiya üçün burada perspektiv imkanlar deyir mövcuddur. Sizcə nə üçün bu belədir? Polimetal yataqları qeyd elədiniz axı. Bəli, bəli. Elə deyil. Ay. Polimetal yataqları qeyd Bəli. elədiniz, ona görədir bunlar belə. Anladım. Yaxşı. Mənə deyin görək, burada hansı su anbarı fəaliyyət göstərir? Əyriçay su anbarı. Əyriçay Kürün neçənci dərəcəli qoludur? Əyriçay Kürün ikinci dərəcəli. Bəli, qanıq 1-dir. Qanıqa töküldüyünə görə əyriçay 2-dir. Əyriçaya kişlə şin tökülür. Onlar da neçənci dərəcəli qollardır? Üçüncü dərəcəli qollardır. İqtisadi coğrafi rayon ərazisində hansı mineral bulaqlarının adını qeyd eləyə bilərsiniz? Buyurun. Məsələn, Qafda İlusu var, Oğuzda Xalxal var, mineral bulaqları. Qəbələdə? Şərabçılıq var. Yox, mineral Məsələn, bulaqlardan Qəbələdə. Hə. Qəbələdə Kim deyər? bilmədim. Mineral bulağı. Bum. Qəbələdə bum. Yaxşı? Yaxşı. Təşəkkür eləyirəm müəllimə. Aygün xanım, eşidirsiniz indi məni? Mən eşidirəm. Nəsə, yo, internet problemi var idi. Nəsə sizdə düzəldi şükür Allaha deyəsəm. Dağlıq Şirvan iqtisadi coğrafi rayonu hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Deməli, Quba Xaçmaz, Abşeron Xızı, Şirvan Salyan, Mərkəzi Aran, Şəkil-Zaqatala. Afərin. Tərkibinə hansı inzibat rayonlar? İsmayıllı, Şamaxı, Ağsu, Qobustan. Şamaxı, İsmayıllı, Ağsu, Qobustan. Tamamilə doğrudur. Yaxşı, mənə deyin görək. Ümumiyyətlə, Dağlıq Şirvan Böyük Qafqazın hansı hissəsində yerləşir? Cənub-şərqində. Cənub-şərqində yerləşir. Tamamilə doğrudur. Bəs nəyə görə iqtisadi coğrafi mövqeyi əlverişsizdir? Xaricə çıxışı yoxdur, sonra Xəzər dənizinə çıxışı yoxdur. Ay, sağ olun. İqtisadi coğrafi rayon ərazisindən hansı avtomobil yolu çəkilibdir? Avtomobil yolu. Bəli. Bakı, Şamaxı, İsmayıllı. Bakı, Şamaxı, İsmayıllı avtomobil yolu çəkilibdir. Beyləqan yazılıb o, səhv gedib ha. Bakı, Şamaxı, İsmayıllı, Balakən olmalıdır. Səhvən orada Beyləqan yazılıb, üzürlü sayın. Yaxşı, eşidirsiniz məni rahat. Deyin görək, neçə rayon, neçə şəhər mövcuddur? Burada elə 4 şəhər, 4 rayondur. Deməli, rayonların sayı şəhərlərin sayına bərabərdir. Hansı inzibati rayonlarda şərab zavodları fəaliyyət göstərir? Şamaxı, Ağsu, İsmayıllı. Ay, sağ ol. İsmayıllıda hansı mineral bulağın adını çəkə bilərsiniz? Bədo. Bəs Şamaxıda hansı mineral bulağın adını çəkə bilərsiniz? Şamaxıda var idi. Çuxuryurt. Ha, bəli, Çuxuryurt. Aha, xalçaçılıq hardadır? Burada Şamaxıda. Bəs ipək parça? İpək parça. İpək parça, Baskal, İsmayıllıda. Bəs mis qablar, bunlar düşə bilər, ona görə sualları verir. Aha. Ərazidə deyir, kartofçuluqdur, üzümçülükdür, taxılçılıqdır, güclü inkişaf edibdir. Niyə? Niyə? Qara torpaqları. Qara torpaqlardır, bəli. İsmayıllı. Ərazi yay otlağıdır, qış otlağıdır. Həm yay, həm qış otlağı. Bəli. Düzən ərazisinə görə qış otlağıdır, nisbətən də aşağı hissələrə görə. Dağlıq əraziyə görə isə yay otlağıdır. Hansı ərazisində pambıq əkilir? Ağsuda pambıq əkilir. Ağsuda pambıq əkilir. Təşəkkür eləyirəm sizə də, Aygün xanım. Təkrardan Nasbəri xanımla davam eləyirik. Nasbəri xanım, Gəncə Daşkəsən iqtisadi coğrafi rayonu
Hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Demək, Qazax, Tovuzlar, Şəki, Zaqatala, Mərkəzi Aran, Şərqi Zəngəzur, Qarabağ. Tamamilə doğrudur. Tərkibinə hansı rayonlar və hansı şəhərlər daxildir? Deməli, bura aid olacaq Göygöl rayonu, Daşkəsən rayonu, Goranboy rayonu, Samux rayonu, bir də həmin şəhərlər, bir də Gəncə şəhəri əlavə olaraq. Bir də Goranboyda Dəli Məmmədli şəhəri də var idi. Deməli, Gəncə və Naftalan şəhərləri, Daşkəsəndir, Goranboydur, Göygöl inzibati rayonları, bir də buradan əlavədən Samuxu da deyə bilərik, düzdür? Mənə de görək, Gəncə və Naftalan şəhərləri inzibati rayon mərkəzləri hesab olunur, yoxsa yox? Xeyr. Çünki inzibati rayon deyil onlar, bütövlükdə şəhərdə. De görək, Naftalan şəhəri hansı inzibati rayonun ərazisində yerləşir? Goranboyda. Goranboyda neçə dənə şəhər var? 3 dənə. Hansıları idi bacım? Goranboy, daha sonra Dəli Məmmədli, Naftalan. Ay, sağ ol. Yaxşı qızım, de görək. Gəncə Daşkəsən iqtisadi coğrafi rayonunun belə özəlliyi nədir? Belə deyim də, nəyə görə belə nisbətən yaxşı inkişaf eləyibdir? Şərqdən qərbə gedən bütün deməli dəmir yolları üzərində yerləşir. Daha sonra xarici ölkəyə çıxışı mövcuddur. Həm burada həm əlvan, həm qara metallurgiya yaxşı inkişaf eləyib. Yaxşı qızım, de görək, dedin xarici ölkəyə çıxışı var. Buyur. Hansı xarici ölkəyə hansı tərəfdən çıxışı var? Həm Gürcüstana, həm Ermənistana. Deməli Ermənistanla Daşkəsən, amma Gürcüstanla isə Samux. Goranboyun heç yana çıxışı yoxdur, hə? Bəli. Goranboyun inzibati rayon mərkəzi ilə yanaşı bir də Dəli Məmmədli dedin. Dəli Məmmədlidə qeyd etdik ki, nə zavodu fəaliyyət göstərir? O yadımda qalmış. Pambıq təmizləmə zavodu. Sonra burada yanmayan neft hansı inzibati rayondadır? Hansı şəhərdədir? Üzr istəyirəm. Naftalan şəhəri. Naftalan fiziki coğrafi rayon kimi hansı fiziki coğrafi rayona düşürdü? Fiziki coğrafi rayon olaraq Gəncə. Yox, Qazax Qarabağ. Düzəltdin, bəli, Qazax Qarabağ. Yaxşı qızım, de görək, burada alüminium sənayesinin bayaq yoldaşlarınız qeyd etdi ki, birinci mərhələsi həyata keçirilir. Nə alınır? Burada alüminium oksidi alınır. Əlavədən kənd təsərrüfatı içində şeylər alınır, məhsullar alınır. Hansı nəqliyyat qovşağı, hansı sənaye qovşağı var? Burada deməli nəqliyyat qovşağı, burada sənaye qovşağı Gəncə, Daşkəsən sənaye qovşağıdır. Gəncə isə nəqliyyat qovşağı. Gəncə Gil Torpaq zavodunda idi, alüminium sənayesinin birinci mərhələsi, düzdür? Ora xam mal hardan gətirilirdi? Daşkəsən rayonunda. Nə ilə gətirilirdi? Quşçu-Alabaşı dəmir yolu ilə. Əhsən. Yaxşı. TAP-la TANAP-ın fərqi nədə idi? Yerləşmə baxımından. TAP keçirdi deməli, bir saniyə. TAP keçir deməli ancaq Türkiyədən, TANAP isə Azərbaycandan, Gürcüstandan, yoxsa Aydı müəllim, səsi bağlayın zəhmət olmasa. TANAP Gürcüstandan keçir. TANAP yalnız Gürcüstanın ərazisindadır. TAP isə Yunanistan idi, Albaniya idi, İtaliya idi, Nazı. Yaxşı, Nasbər xanım. Bəli. Yaxşı. İqtisadi coğrafi rayonun ərazisində hansı istirahət zonası var? Gəncədə neydi onun adı? Gəncədə var idi. Adı yadımdan. Göygöldə Hacıkənd. Gəncədə. Aha. Qızıl emalı zavodu harda idi? Daşkəsəndə. Daşkəsəndə hansı mərmər yatağı? Daşkəsəndə deməli ağ mərmər. Daşkəsəndə hansı barit yatağı? Tovdar. Daşkəsəndə hansı dəmir filizi yataqları? Hamançay, Dəmiroğlu, Daşkəsən. Cənubi Daşkəsən. Goranboyda hansı barit yatağı? Başqışla. Aha. Mənə de görək, Goranboyda hansı qoruq var idi?
Körçay qoruğu. Bəs Eldar Şamı hansı rayonun ərazisinə düşürdü? Eldar Şamı Samuka. Aha. Göygöl qoruğu da Göygöldədir. Kənd təsərrüfatı sahələri hansılardır? Kənd təsərrüfatı elə burada Kartofçuluq, üzümçülük. kartofçuluq, bəli, digərlərində oldu. Qızılca yasaqlığı harda idi? Yadıma sal. Gədəbəydə. Gədəbəy hansı iqtisadi coğrafi rayona aid idi? Qazax Tovuza. Təşəkkür eləyirəm. Günay xanımla Tamam. davam eləyirik. Günay xanım. Ay Günay xanım, eşidirsiniz? Bəli, bəli, mənim eşitdim. Qazax Tovuz iqtisadi coğrafi rayonu neçə iqtisadi coğrafi rayonla həmsərhəd idi? Yalnız Gəncə Daşkəsən. Ay sağ ol. Bunun analoqu hansı iqtisadi coğrafi rayon idi? Lənkəran Astara. Yaxşı, Qazax Tovuz iqtisadi coğrafi rayonunun tərkibinə aid olan 5 rayon hansı idi? Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy. Aha. Yaxşı, bu iqtisadi coğrafi rayonlardan hansı heç bir yerə çıxmır? Heç bir xarici ölkəyə çıxmır? Aha. Şəmkir. Hansı 3 inzibati rayonu 2 xarici ölkə ilə həmsərhəddir? Qazax, Ağstafa, Tovuz, Ay, həm sağ ol. Ermənistan, həm Gürcüstan. Aha, elə Gədəbəy bildim. yalnız. Cümləni tamamlayırsan ki, Qazax, Ağstafa, Tovuz, bir də Gədəbəy deyəsən, ona görə istədim müdaxilə edeyim. Ağstafadır, Qazaxdır, Tovuzdur. Bunların həm Gürcüstana, həm Ermənistana, Gədəbəyin yalnız Ermənistana, Şəmkirin isə heç yana çıxışı yoxdur. Qeyd etdiyimiz kimi, Gəncə Daşkəsən iqtisadi coğrafi rayonu üçün aid olan bu dəmir yolları, avtomobil yolları, boru kəmərləri şərqdən qərbə gələn keçir buradan da. Düzdür? Bəli. Nəsə deyirdiniz, buyurun. Yox, müəllim. Qazax Tovuz iqtisadi coğrafi rayonunda hansı faydalı qazıntıların adlarını qeyd etmək olar? Qazaxda bentoikili var, Tovuzda seolit var, Ağdağ yatağı, Ay, sağ ol. tikinti materialları. Aha, sonra. Yaxşı. Gədəbəydə dağ mədən sənayesi inkişaf edibdir. Nəyə görə sizcə? Buradan nə hasil olunur? Misdi, Qaradağ yatağından, sonra Qızıl çıxarılır, Qoşa yatağından. Aha, yaxşı, mənə de görüm, Gədəbəy qızılı dünya bazarının hansı brendi altında çıxır? Iron brendi. Aha, kənd təsərrüfatında hansı sahələrin adını xüsusi qeyd etmək lazımdır ki, o sahələr üzrə ixtisaslaşmışıq? Üzümçülükdür əsas. Sonra taxılçılıqdır, kartofçuluqdur Gədəbəydə. Bizdə biləsi var da, kartofu əkirlər, almaq istəyirsən, adamda bir şey yaranır da, şərti refleks. Soruşursan ki, hara kartofudur, deyir Gədəbəy kartofu. Heç oradan gətirmir, belə deyir Gədəbəy kartofu. Rayonun enerji olan Günay xanım, tələbatını ödəmək üçün nələrdən istifadə olunur? Və ya nədən istifadə olunur? Aha. Burada deyir ki, mineral bulaqlar var. Məsələn, Gədəbəydə hansı mineral bulaqlar var? Mineral bulaq və ya. Slavyankada var, biri mineral suda var, mor-mor. Yaxşı. De görək, ucqar qərb nöqtəmiz burada hansıdır ki? Qarayazı. Ucqar qərb nöqtəsi Azərbaycanın. Bir dəqiqə. Buyur, qızı, buyur. Kim deyər? Nöqtəmiz. Dandargöl. Dandargöl. Mənim Yadda beynim saxla. dondu biraz. Qafqazda ilk aqropark. Şəmkirdə, Qarayazı qoruğu yerləşir. Ağstafada. Yeganə Respublika tabeli şəhəri. Yoxdur. Onda de görək şəhərlərin sayı çoxdur, inzibati rayonların sayı. Şəhərlərin. Niyə? Tovuzda qovlar da var. Ay, sağ ol. Düppədüz. Yaxşı. Mənə de görək hələ Qarayazı qoruğu harda yerləşdi? Ağstafada. Yay otlağıdır, ərazi qış otlağıdır. Həm yay, həm qış
Gədəbəydə qış yayıqlar. Tovuz rayonunda alt paleozoy yaşıl sıxurlardır, üst paleozoy. Alt palazoy. Alt paleozoy daha qədim sıxurlar hesab olunur, üst paleozoy. Alt palazoy. Ay, bəs üst paleozoy yaşıl sıxurlar harda idi? Naxçıvanda. Ben Naxçıvan dedik qutardı, yəni Dərələyəzdə Sədərək qalxmasında. Okey, okey. Təşəkkür eləyirəm sizə də. Çox sağ olun. Çox sağ olun. Aynur müəllimə ilə davam edirik və Qarabağ İqtisadi Coğrafi rayonu. Qarabağ İqtisadi Coğrafi rayonu Aynur müəllimə sahəsinə görə neçəncidir? Birinci. Həmçinin də tərkibinə daxil olan inzibati rayonların sayı da birincidir. Çoxdur da, yəni Qarabağda. Hansı inzibati rayonlar daxildir tərkibinə? Tərkibinə Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Xocalı, deməli Şuşa, son inzibati rayonları, bir də Füzuli inzibati rayonları daxildir. Bundan başqa Xankəndi və Şuşa şəhərləri də daxildir. Xankəndi inzibati rayon mərkəzidir. Ola bilər inzibati rayon mərkəzi. Şəhərdir müəllim, yox. Bəs Şuşa? Həm də inzibati rayondur, bəli. Onda belə Həm çıxır ki, şəhərdir. inzibati rayon mərkəzidir Şuşa. Şuşa inzibati rayon mərkəzi deyil, amma Xankəndi yox. Gəncə Daşkəsəndə hansı şəhərlər idi? Gəncə Naftalan inzibati rayon mərkəzi deyil. Bakı inzibati rayon mərkəzi deyil. Şəki inzibati rayon mərkəzidir. Diqqət edin bu şeylərə. Yaxşı? Ola bilər düşdün. Müəllimlərin işə qəbulu təbii ki, yəni sertifikasiya aldanmayın ki, bir balaca orta səviyyəli suallar var idi. Suallar əslində asan deyil idi. Amma ki, yəni çətinlik səviyyəsi yüksək olan suallar düşəcək. Ona görə də maksimum xırdalığa qədər sizdən soruşuram. Yaxşı. Deyin görək. Sizə belə bir sual verim. Zəfər yolu hansı iqtisadi coğrafi rayonlardan keçir? İnzibati rayonlardan, üzr istəyirəm. Füzuli, Xocalı, Xocavənd, Şuşa. Füzuli, Xocalı, Xocavənd, Şuşa. Burada hansı ərazidə hava limanı var? Füzulidə hava limanı var. Yaxşı, hansı su elektrik stansiyaları var? Suqovuşan 1, Suqovuşan 2. Hansı rayonlar arasındadır? Tərtərdə yəni. Kim deyər? Hansı inzibati rayonlar arasındadır? Düz dedi. Ağdərəyə düşür də. Tərtərə də düşür, Tərtər. Sənaye park hardadır? Ağdam. Ağdam sənaye parkı. Aha. Yaxşı. Müəllimə, hansı inzibati rayonu mənə deyin görək İranla sərhəddə yerləşir? Füzuli. Füzuli. Füzuli inzibati rayon mərkəzi haradır? Füzulidə Horadiz var idi, səhv eləmirəmsə. İnzibati rayon mərkəzi amma Füzulidir. Yaxşı. Hə. Biraz bunlarda mən... Deyirəm də, inzibati rayon mərkəzi olmayan şəhərlər Horadizdir, Dəliməmmədlidir, Xudaddır, Limandır, Göytəpədir. Aydın oldu, yadımdan çıxan var. O şeylər var idi əlavə. O, məsələn, şeydir, başqa nə qaldı? Yadıma düşsə deyəcəm. Gəldik. Ağdərə yox, Ağdərə çıxdı, Ağdərə inzibati rayondur şey. Yəni, Kəlbəcərlə Tərtərdə olan hissələr alındı, artıq inzibati rayon hesab olunur. Ona görə Kəlbəcər ən böyük rayon statusundan çıxdı. Yaxşı, müəllimə, deyə görək, Xocavənddə hansı qəsəbələr var? Xocavənddə biri Qırmızı Bazardır, biri də Hadrutdur. Qəsəbəsi hardadır? Füzulidə. Tərtərdə. Bax, Qırmızı Bazardır, Hadrutdur. Xocavənddədir, Şıxarq qəsəbəsi Tərtərdədir. Yaxşı. Daşaltıya sağlıq hardadır? Şuşada. Əməliyyatla yadda saxlaya bilərsiniz. Bəs
Şuşada hansı mineral bulaqlar var? İsti sudur, turş sudur, İsa bulağı. Tuş sıçrılan İsa bulağı. Tuş sıçrılan İsa bulağı yox. Tuş sıçrı, hə də düzdür də, tuş sıçrılan İsa bulağı. Düzdür, bunlar Şuşadadır. Mil Muğan su qovşağı hansı inzibat rayonları arasına düşür? Füzulinin. Mil Muğan su qovşağı, bəli, Füzulinin ərazisinə düşür. Yaxşı, qeyd etdik ki, Xocalıda yerli əhəmiyyətli, Füzulidə beynəlxalq əhəmiyyətli hava limanı var. Tərtər çay üzərində Sərsəng su qoşulan su anbarları var. Ağgöl Milli Parkının ərazisi hansı rayon ərazisine düşür buradan? Füzuli. Ağgöl Milli Parkı Ağcabədiyə düşür. Qaradolaq qoyun cinsləri var Ağcabədidə. Ərazi həm yay otlağı, həm qış otlağıdır. Bunu da dedik. Çünki düzəninə görə qış otlağı, dağına görə yay otlağı. Xocalı və Tuğ yasaqlığı hansı inzibat rayon ərazisindədir? Xocavənddə. Ay, sağ ol. Müəllimə təşəkkür eləyirəm. Aygün xanım, eşidirsiniz? Bəli, müəllim iştirak. Şərqi Zəngəzur İqtisadi Coğrafi rayonunun ərazisi hansı xarici ölkələrlə həmsərhəddir? Ermənistan və İranla. Qarabağ İqtisadi Coğrafi rayonundan müəlliməyə yadımdan çıxdı, sual verəcəydim bir dənə, sizə verirəm. Qarabağ İqtisadi Coğrafi rayonunun ərazisində neft yataqları aşkarlanmışdır. Neft yatağı. Qarabağda olmalıdır, bəli. Bəli, bax, düşə bilər. Yaxşı, Şərqi Zəngəzurun ərazisinə aid olan inzibat rayonları hansılardır? Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, bir də Zəngilan. 4-5 dənə inzibat rayon var, 5 dənə də şəhər var, düzdür? Deməli, şəhərlərin sayı inzibat rayonların sayına nədir? Bərabərdir. Qarabağ İqtisadi Coğrafi rayonu Şərqi Zəngəzur İqtisadi Coğrafi rayonunun bütün rayonları ilə həmsərhəddir. Bəli. Ha? Bir də Zəngilanla. Zəngilanla deyil. Onda bəli demə də, bəli uje səhv olaq orada bacım. Zəngilanla həmsərhəd deyil. Ona görə də uje getdi işlə. Deyin görək, belə bir sual. Ərazidə olan polimetal yatağı hansıdır? Burada polimetal var idi. Polimetal mehmanə. Ha, bəli, Kəlbəcər. Qızıl yataqları hansılar idi? Qızıl yatağı, deməli, Zəngilanda Bejnəli idi. Bir də Söyüdlü. Söyüdlü, bəli. Aha, civə yataqları hansılar idi? Şorbulaq Kəlbəcərdə idi. Gilgəz çayla Nazanlı, Laçınlı. Şorbulaq, Ağyataq, Levçay, Kəlbəcərdə, Gilgəzçay, Narzanlı, Laçında. Düzdür? Onda mənə deyin görək, xromit yataqları hansılar idi? Göydərə, Kəlbəcərdə, İpək, Laçınlı. Afərin. Mineral bulaqlardan hansıların adını çəkəcək? İsti su var idi orada Kəlbəcər. İsti su ilə Minkənd, Kəlbəcərdə. İsti su Kəlbəcərdə, Minkənd, Laçında. Minkənd Laçında idi ya, isti su ilə Tutqun Kəlbəcərdə idi ya, Minkənd Laçında idi. Yaxşı. Deyin görək, hansı ərazisində Ağalı kəndi var? Zəngilanda. Aha. Yaxşı, Laçın rayonundakı mineral bulağın adını dedik. Laçında olan SES. Güləbrit sesi var. Hansı çayın üzərindədir? Bir dəqiqə müəllim, Laçından hansı? Üzü aşağı hansı çay gəlir? Həkəri olardı. Ay sağ. Sonra hansı su elektrik stansiyaları var? Kəlbəcər 1, sonra Çıraq 1, Çıraq 2. Aydındır. Yaxşı. Araz Vadisi İqtisadi Zonası hansı inzibat rayonları arasındadır? Araz Vadisi. Sonradan qoşulan nədir bura? Bu da Cəbrayıl, Cəbrayıldadır. Araz Vadisi İqtisadi Zonası
Cəbrayıldadır, yaxşı. Hansı Bəli. iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Bu deməli Gəncə, Daşkəsən, Qarabağ. Ağbənd qəsəbəsi hardadır? Ağbənd, Zəngilanda. Qayğı. Qayğı, Laçında. Xələfli. Xələfli, Cəbrayıl. Minkənd. Minkənd, Zəngilanda. Yox, Minkənd Laçında olar. Bunları da dedik. Beynəlxalq hava limanı. Beynəlxalq hava limanı burada Zəngilanda var da. Xudafərin Qız Qalası su elektrik stansiyaları. Cəbrayılda yerləşir. Ələt-Zülfat dəmir yolu xəttinin hansı stansiyası var? Ələt-Zülfat. Minciban stansiyası. Hansı rayonun ərazisində? Zəngilan. Həmçinin də Zəngilanda yadınızda saxlayın elə olmalıdır. Mincivan ərazisi olmalıdır, belə deyək. Mincivan ərazisi olmalıdır Zəngilanda. Yaxşı, de görək. Qaragöl Qorğansı rayon. Laçında. Qorur dağ meşə yoxsa Dağçaməndadır? Dağçaməndə. Zəngilanda hansı qoruq? Bəsit çay qoruq. Nə qorunurdu? Şərq çinarı qoruq. Şərq çinarı. Bir də Arazboyu yasaqlıq var idi Zəngilanda. Yazı yaylası hansı iki çay arasındadır? Həkəri ilə olar Bərcüşat. Afərin. Yazı yaylasının arasında konkret olaraq təxmini, konkret və təxmini bir-birindən antonim olan sözlərdir. Yorğunçuluğa bax, konkret və təxmini. Konkret olaraq səhv eləmirəmsə, Qubadlı düşür, Qubadlı ərazisi düşür, səhv eləmirəmsə. Yaxşı, bunu da dedik. Ərazi həm yay otlağı, həm qış otlağıdır. Bunları dedik, polimetal dedik, civən dedik, qızılı dedik. Travertin yatağı hardadır? Travertin yatağı Kəlbəcərdə. Bilmədim. Kəlbəcərdədir. Yaxşı. Yaxşı. Naxçıvanda yadımda. Perlit yatağı da Şaxtaxtın Naxçıvandadır, burada da var da. Perlit yatağı da Kəlbəcərdədir. Bəli. Yaxşı. Aygün xanım, təşəkkür. Günlar xanım, Mərkəzi Aran İqtisadi Coğrafi rayonu. Mənə deyin görək, tərkibinə hansı şəhərlər və hansı inzibati rayonlar daxildir? Bura Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab inzibati rayonları və Mingəçevir və Yevlax şəhərləri daxildir. Rayonların sayı çoxdur, yoxsa şəhərlərin sayı çoxdur? O rayonların sayı çoxdur, şəhərlərin sayı yox. Ətər Mingəçevir Yevlax şəhərdir də, konkret, yəni rayonu yoxdur axı Mingəçevir rayonu. Mingəçevir rayonu var, yoxdur? Yox. Hapsi qutardı. Yaxşı. Burada Mingəçevirdə hansı dresin adını qeyd eləyə bilərsiniz? Mingəçevirdə Azərbaycan dresi, su elektrik stansiyası sonra var. Sonra başqa hansı? Mən sual verim, siz cavab verin. Var, su elektrik. Ay, sağ olun. Mərkəzi Aran İqtisadi Coğrafi rayonunda olan, belə deyək, sənaye sahələrimiz hansılardır? Sənaye sahələrimiz, məsələn, başa düşmürəm. Hansı sənaye sahələrimiz var? Mingəçevir Yevlax sənaye qovşağı, sənaye sahələri. Neft çıxarma yoxdur. Neft çıxarma var. Kürdəmirdə Mezda Yaşım Molakət neft yatağı var. Sonra pamıq təmizləmə zavodları var rayonlarda. Yaxşı. Hansı sənaye qovşağı var? Mingəçevir Yevlax sənaye qovşağı var. Bəs hansı nəqliyyat qovşaqları var? Yevlax, Kürdəmir, Ləkidə nəqliyyat qovşağıdır. Sağ ol. Yaxşı, mənə de görüm, hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir?
Bura Şəki-Zaqatala ilə Dağlıq Şirvan, Şirvan Salyan, Mirmuğan, Qarabağ və Gəncə-Daşkəsənlə həmsərhəddir. Yaxşı. Ərazisindən hansı avtomobil, hansı dəmir yolları keçir? Ərazisindən Bakı Ağstava dəmir yolu, avtomobil yolları keçir. Həm dəmir yolu, həm avtomobil yolu. Həm də qərb istiqamətə gedən bütün nəqliyyatlar bu ərazidən keçirdi. Ay, sağ ol. Yaxşı. Mənə de görüm, hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Dedim mən. Bir dedi, bir dedi. Şəki-Zaqatala, Unuttum, Dağlıq özürlü Şirvan. sayın. Aha. Şəki-Zaqatala, Dağlıq Şirvan, Şirvan Salyan, Mirmuğan, Qarabağ və Gəncə-Daşkəsən. Ləki qəsəbəsindən dedik, hansı dəmir yolu ayrılır? Ləki-Qəbələ. Yevlax stansiyasından hansı xəttlər çəkilib? Oradan Yevlax Balakən, bir də Yevlax Ağdam Xankəndi. Yevlax stansiyası hansı dəmir yolu xətti üzərindədir? Kim Yevlax deyər? stansiyası. Tbilisi, Necə? Bakı, Tbilisi. Bəli. Tbilisi. Bakı Tbilisi Hı. dəmir yolu xətti üzərindədir. Yadında saxla. Hı. Burada Mezozoy yaşılı suxurlara hansı ərazidə rast gələcək? Kürdəmirdə. Kürdəmirdə Mollakət neft yatağı var. Mövzuya yaşayır. Ümumiyyətlə Azərbaycanda şimal diresi var, cənub diresi var, Azərbaycan diresi var. Şimal diresi Bakı Şüvəlan, cənub diresi Şirvan, Azərbaycan diresi də Mingəçevirdədir. Mingəçevir. Özdəki Mingəçevir deyirəm, nə idi? Mərkəzi Aran İqtisadi Coğrafi rayonunda balıq yetişdirilməsi üzrə iri zavodlarda fəaliyyət göstərir. Yaxşımı? Bu da belə. Təşəkkür eləyirəm. Keçdik Nasbəri xanıma. Nasbəri xanım, Şirvan Salyan İqtisadi Coğrafi rayonunun tərkibinə aid olan rayonlar və şəhərlər hansılardır? Demək, buraya Biləsuvar, Salyan, Neftçala, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul, inzibati rayonları və inzibati şəhərləri, inzibati rayonları və şəhərləri, bir də əlavə olaraq Şirvan şəhəri. Şirvan şəhəri daxildir, tamamilə doğrudur. İndi burada rayonların sayı çoxdur, yoxsa şəhərlərin sayı çoxdur? Şəhərlərin sayı. Şəhərlərin sayı bir vahid çoxdur. Ərazidən hansı dəmir yolları, avtomobil yolları falan keçir? Ərazidən deməli, burada Ələt-Culfa dəmir yolundan, bir dəqiqə, Ələt-Culfa dəmir yolunun buradan keçir, bəli. Ələt-Culfa dəmir yolu xətti, aşağıya doğru Astaraya gedən dəmir yolu xətti, avtomobil yolu falan hamısı buradan keçir. Yaxşı, İqtisadi Coğrafi rayonun ərazisində hansı faydalı qazıntı yataqları, hansı belə deyək, sənaye sahələri inkişaf eləyibdir? Var. Deməli, neft var burada, daha sonra var idi, yodlu, bromlu sular var idi. Əsasən burada neft sənayesi inkişaf edib, daha sonra elektroenergetika inkişaf edib, cənub diresi buradaydı çünki ona görə. Dağçala neft yatağı hansı rayonun ərazisinə düşür? Hansı? Qaraçala. Neftçala rayonu. Neftçalanın Qaraçala, səhv eləmirəmsə kəndi var, amma Qaraçala Salyandadır. Yaxşı? Yaxşı. Evet. Yodlu, bromlu sular harda istehsal olunur? Neftçalada. Neftçaladan yodlu, bromlu sular hansı xəttlə gətirilir, dəmir yolu xətti ilə? Buradan xəttin adını deyəcəm, Osmanlı, oradan Salyan Neftçala xətti. Ay, sağ olun. Enerjiyə olan tələbatı nəyin hesabına ödənilir? Cənub diresi. Cənubi diresi hesabına ödənilir, tamamilə doğrudur. Yaxşı. İqtisadi coğrafi rayonlardan hansılarla həmsərhəddir demədin ki, səhv eləmirəmsə demədim. Buyur. İqtisadi rayonlardan Lənkəran Astara ilə, Bakı ilə, Abşeron Xızı ilə, daha sonra Mərkəzi Aranla, Mirmuğanla, Dağlıq Şirvan dedin. Aha. Dağlıq Şirvanla. Aha. Hansı inzibati rayonların Xəzər dənizinə çıxışı var? İnzibati demək Salyanın, Neftçalanın.
Bəs hansının İrana çıxışı var? Birəsi var. Hansı rayonun ərazisində avtomobil zavodu var? Burada Neftçalada. Maşın qayırma müəssisələri arasında daha çox hansı əlaqə gedir? Kombinləşmə. Kooperativləşmə. Cənub Dresi Şirvanda, plastik kütlə zavodu harda? Salyanda. Yod brom zavodu harda? Neftçalada. Meyvə tərəvəz konservi harda? Birəsi vardı. Bəs süd kombinatı zavodu harda? O da birəsi vardı. Pamıq təmizləmə zavodu harda? Pamuk təmizləm. O da Biləsvarda Elə o da çox var, yerdə var. Hacıqabulda da var, çox yerdə var o heç. Yaxşı. Hansı sənaye, hansı nəqliyyat qovşaqları? deməli burada Salyan, bir də Hacıqabul, nəqliyyat qovşağı. Sənaye Şirvan Salyanda sənaye qovşağı. Aha. Neftçalanın hansı qəsəbəsi balıq yetişdirilir? Hansı qəsəbəsində? Pıllı. İqtisadi coğrafi rayonun hansı ərazisində Mahmud Sala bataqlığı? Birəsi vardı. Hansı ərazisində yay otlağı? Yay otlağı. Yox, ancaq qış otlağıdır burada. Aha. Meyvəçilikdən necə meyvəçilik? Burada əsasən quru tropik meyvəçilik. Afərin, afərin. Bostançılıq da var, tərəvəzçilik də var. Təşəkkür eləyirəm. Davam eləyirik. Kimdir? Günay xanımla Milmuğan. Günay xanım, Milmuğan İqtisadi Coğrafi rayonunun tərkibinə hansı inzibati rayonlar daxildir? Beyləqan, Nimişli, Saatlı, Sabirabad. Aha. Yaxşı. Ərazidən hansı avtomobil yolları keçir? Hacıqabul, Horadiz, Yevlax, Ağcabədi, Bəhramtəpə, bir də Bəhramtəpə Biləsi var. İnandırım sizi son bir 10 il ərzində Bəhramtəpə Biləsvar yolu var idi. Bilmirəm, tutaq ki, bir 15-20 kilometr olsun da 2 saata gedirdik. 2 saat. İndi Şuşa kimi eləyiblər. Şuşa yolu gedir ora. Şuşa kimi də qəşəng. Yaxşı. Mənə de görək, əsas təsərrüfat sahələri nə hesab olunur? Hansı sahələr əsas təsərrüfat sahələri hesab olunur? Neft var mənim burada, Nimişlidə. Neft var, sonra yüngül və yeyinti sənayesidir. Şəkərdir, Nimişlidə. Sonra taxılçılıqdır, sonra pambıqçılıqdır. Yaxşı. Hansı iqtisadi coğrafi rayonlarla həmsərhəddir? Mərkəzi Arandır, Qarabağdır, bir də Şirvan, Salyan. Üçbucaq şəklində də. Aha, hansı inzibati rayonları İrana çıxır? Sərhəddi var. Nimişli və Beyləqan. Aha, Respublika Tabeli şəhəri varmı, yoxmu? Xeyr yoxdur. Yaxşı, onda mənə de görüm, neçə rayon, neçə şəhər? 4 rayon, 4 şəhər. Bu statistika sizin daha doğrusu üzr istəyirəm. Sizə hansı iqtisadi coğrafi rayonu xatırladır? 4 rayon, 4 şəhər. Dağlıq Şirvan. Afərin. Mənə deyin görək, ərazidə hansı su anbarı var? Bəhramtəpədən hansı kanallar, suvarma kanalları çəkilibdir? Əzbəyev adına kanalı idi. O Əzizbəyev adına kanaldır. Sonra Aha. Başmuğan. Başmuğan da. Əzizbəyev və Başmuğan. Bəs Milmuğan su qovşağından hansı kanal çəkilib? Onda Başmil kanalı. Ərazi yay otlağıdır, qış otlağı, Günay xanım. Qış mənim. Sağ ol. Təşəkkür. Təşəkkür. Keçdik. Kimdir görək, bir dəqiqə zəhmət olmasa. Aynur müəllimə. Aynur müəllimə. Lənkəran Astara İqtisadi Coğrafi rayonu tərkibinə hansı inzibati rayonlar daxildir? Tərkibinə Cəlilabaddır, Astaradır, Lerikdir, Lənkərandır, Masallıdır, Yardımlıdır. İnzibati rayonları daxildir. Bir də Lənkəran şəhəri. Ay, sağ ol. Cəlilabadın inzibati rayon mərkəzi haradır? Cəlilabad bir də Göytəpə.
Cəllabaddır, amma Cəllabadın İnzibati rayon mərkəzi ilə yanaşı bir dənə də şəhər var Göytəpə. Yəni Göytəpə İnzibati rayon mərkəzi deyil Aynur müəllimə. Lənkəranın İnzibati rayon mərkəzi hansı şəhərdir? Burada Lənkəran şəhəri Lənkəran bir də şəhərdir, amma Liman İnzibati rayon mərkəzi olmayan bir şəhərdir. Yaxşı. Onda mənə deyin görək. İqtisadi coğrafi rayonda hansı az saylı xalqlar yaşayır? Talışlar. Az saylı desək də xeyli sayda yaşayırlar, yəni. Hansı İnzibati rayonlarında talışlar yaşayır? Lənkəranda, Masallıda, bir də Lerikdə. Lənkərandır, Masallıdır, Lerikdir, Astaradır. Yadda saxlayın, Cəllabaddır, Yardımlıdır, talışlar yoxdur. Yəni Lənkərandır, Astaradır, Lerikdir, Masallıdır, talışlar yaşayır. Yaxşı. Mineral bulaqlardan hansıları tanıyırıq? Meşə su, qotur su, donuzu təm, ərtivan, isti su. Astarada aşağı körpüydü. Lənkəranda meşə su idi. Sonra Masallıda da donuzu tən ərkivan idi. Ay, sağ ol. Hansı ərazisində modul tipli İES-lər? Astara və Lerikdə modul tipli İES var idi. Astara və Lerikdə modul tipli İES-lər. Modul tipli İES-lər nə ilə işləyirdi? Həm deməli buxarla, Təbii qazla. Təbii ancaq təbii qazla. qazla. Bəli, təbii qazla. Yaxşımı? Yaxşı. Mənə de görək, hansı rayonlarda meyvə tərəvəz konservi zavodu var? Lənkərandan Masallıda. Hansı ərazisində şərab zavodu var? Cəllabadda. İqtisadi coğrafi rayonun kənd təsərrüfatını simmasını mənə deyin görək, nə ilə təmsil olunur? Sitrus meyvəçiliyidir, çayçılıqdır, çəltikçilikdir, kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Nərmanabadı var, balıqçılıq. Aha. Yaxşı. Qadınların sayı çoxdur, kişilərin sayı çoxdur burada. Müqayisə. Qadınların. Aha. Yaxşı. Hansı inzibati rayonların Xəzərə, hansılarının isə İrana çıxışı var? Biləsuvarın İrana Biləsuvar çıxışı var. Şirvan Dalyandadır. Oy. Cəllabadın daha doğrusu. Cəllabad da Yardımlıdır, Lerikdir. Bunların Astaranın da İrana çıxışı var. Masallının, Lənkəranın ancaq Xəzər dənizdən çıxışı var. Tamamilə doğrudur. Deməli, deyirsiniz ki, Masallı, Lənkəran, Astaranın Xəzər dənizinə çıxışı var. Cəllabaddır, Yardımlıdır, Lerikdir, Astaranın İrana çıxışı var. Astaranın həm Xəzər dənizinə, həm İrana çıxışı var. Qeyd etdik ki, Astarada və Lerikdə modul tipli İES. Ucqar cənubi nöqtəmiz Astara sahib burada. Milli tərkib rəngarəng. Əhalinin ən sıx məskunlaşdığı ərazisi haradır? Lənkəran. Ay, sağ ol. Baraj nə deməkdir? Tez yetişən. Ay, sağ olun. Bir də var, gec yetişən o haradaydı? Quba Xaçmazlı. Sonra meyvəçiliyin hansı növü? Sitrus meyvəçiliyi. Çayçılıq üzrə də ixtisaslaşıbdır. Çəltik düzümü. Ərazidə hansı milli park, hansı yasaqlıqlar var? Hirkan Milli Parkı, Hirkan yasaqlığı. Rıvarıddır, Zuvantdır. Bunlar da həmsinin. Təşəkkür eləyirəm sizə də. Çox sağ olun. Keçək son iqtisadi coğrafi rayonumuz. Naxçıvan iqtisadi coğrafi rayonu. Aygun xanımdan davam edirik. Aygun xanım, Naxçıvan iqtisadi coğrafi rayonundan danışaq. Tərkibinə hansı rayonlar və hansı şəhər daxildir? Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Cufa, Ordubad rayonları, Naxçıvan şəhəri. Aha, Kəngərli rayonunun inzibati mərkəzi haradır? Kəngərlidə Qıvraq qəsəbəsi. Bəs Sədərəkdə? Heydərabad. Sədərəkdir, Kəngərlidir, Qıvraqdır, Şərurdur və s. düzdür. Bu iqtisadi inzibati rayonlardan hansı yalnız bir ölkə ilə həmsərhəddir və hansı ölkə ilə? Şahbuz, Ermənistan. Şahbuz, Ermənistan. Bəs hansı üç ölkə ilə həmsərhəddir?
Üç ölkəni. Tam qərbə Şərur. getdi. Sədərək. Tam qərbə get. Sədərək. Aha. Bax, burada Zəngəzur dəhlizi var deyir. Zəngəzur dəhlizinin açılması hansı iki iqtisadi coğrafi rayon arasında olacaq? İnşallah Allah qismət eləsin. Naxçıvan, Şərqi Zəngəzur. Bəs hansı iki inzibati rayon arasında olacaq? İnzibati olar Ordubadla, Zəngilan. Ay, sağ ol. Qəşəng. Ərazisinin relyefi barədə. Naxçıvanda olan düzləri qərbdən şərqə doğru düz. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, sonra Gülüstan, Ordubad. Yox, qarışdırdım. Düzdür. Gülüstan, Yaycı, Ordubad. Ordubad. Naxçıvan ərazisində olan bu düzlərdən hansılar Araz tektonik çökməsinə, hansılar Kiçik Qafqaz tektonik qalxmasına aiddirlər? Gülüstan, Yaycı, Ordubad. Səsiniz çox uzaqdan gəlir, xanım. Buyurun. Gülüstan, Yaycı, Ordubad, Kiçik Qafqaz aid idi. Qalanları Araz bölgəsi. Aha. Yaxşı, mənə zəhmət olmasa deyin görək, burada hansı polimetal yatağı var? Polimetal yatağı Mehmanə. Yox, Mehmanə Çəlbəcərdədir, Gümüşlü. Aha, polimetal yatağı Gümüşlüdədir. Gümüşlü polimetal yatağıdır, bəli. Molibden yatağı hansıdır? Qarağaç yatağı. Aha, daş duz yatağı? Nehrəmdə var, Duzda və Nehrəmdə. Aha. Tikinti materiallarından mərmərdir, burada hansı növü var idi? İstiliklə əlaqədar. Tamamilə doğrudur. Mineral bulaqlardan hansıların adını çəkə bilərsiniz? Badamlı, Bayxır, Sırab, Darıdağ və s. Gülüstan. Badamlıdır, Sirabdır, Bayxırdır, Darıdağdır, Gülüstandır. Bəli, tamamilə də. Meyvəsiliyin hansı sahəsi? Şəhidəsi meyvəçilik. Tamamilə doğrudur. Bunları dedik, bunu da dedik. Hansı sənaye qovşağı, hansı nəqliyyat qovşağı? Burada Naxçıvan nəqliyyat qovşağı var. Naxçıvan sənaye qovşağıdır. Culfa nəqliyyat qovşağıdır. Hə, ən əsası. Hansı SES-lər, İES-lər? Burada deməli var Araz su qovşağı. 1. Sonra Bayxır var. Sonra Naxçıvan modul tipli var idi. Bir də Naxçıvan modul tipli İES, bir də orta ölçülü Ordubad SES-i. Ordubad. Ay, sağ olun. Onda indi bir dənə fikrimizi dəqiqləşdirək. Deməli, sahəsinə görə ən böyük iqtisadi coğrafi rayonlar Qarabağ, Şəki-Zaqatala, Şərqi Zəngəzur və ən kiçik olanlar da Bakı iqtisadi coğrafi rayonu ilə Abşeron xızıdır. Ardıcıl olaraq Bakı ən axırdadır, ondan yuxarıda Abşeron xızıdır. Əhasinə görə isə Bakı, Lənkəran, Astara, Qarabağ ilk üçlükdədir, Dağlıq Şirvan isə sonuncu yerdədir, əziz həmkarlar. Belə.